Salam. Gəlin bugün birlikdə çox maraqlı, bəlkə də biraz radikal bir mövzuya baş vuraq. Söhbət sağlamlıqdan, müasir həyat tərzimizdən və təbiətlə, deyəsən, itirdiyimiz o əlaqədən gedir. Biz mürəkkəb bir mənbəni götürmüşük və onu sizin üçün sadə, aydın bir şəkildə təqdim edirik. Hər şey bu iddia ilə başlayır. Müasir dünya həqiqətən də ciddi bir sağlamlıq böhranının içindədir. Ətrafımıza baxsaq, xroniki xəstəliklərin necə sürətlə artdığını görürük, elə deyilmi? Məhz bu mətndə məsələni bu cür qoyur. Yaxşı, bəs əgər bütün bu problemlərin səbəbi və eyni zamanda həlli elə gözümüzün qabağında olsa necə? Kitab məhz bunu deyir. Deyir ki, cavab çoxumuzun çoxdan unutduğu bir yerdə gizlənib. Gəlin görək bu iddia bizi hara aparacaq. Bizim də məqsədimiz bu təqdimatda Həqiqi Təbabət kitabının dünya görüşünü sizə olduğu kimi çatdırmaqdır. Pəhrizdən tutmuş, bəşəriyyətin gələcəyi ilə bağlı irəli sürülən o heyrətamiz iddialara qədər hər şeyin neytral bir şəkildə nəzərdən keçirəcəyi. Yaxşı, gəlin başlayaq. Kitab ilk olaraq problemi ortaya qoyur. Yəni, müasir cəmiyyətdə nə səhv gedir? Diaqnoz nədir? Və diaqnoz həqiqətən də təsirlidir. Sadəcə Türkiyədən götürülmüş bu rəqəmlərə bir baxın. Milyonlarla insan yüksək qan təzyiqi, diabet, ağciyər xəstəlikləri ilə yaşayır. Bu rəqəmlər sadəcə statistika deyil, kitabın həll etməyə çalışdığı o böyük sağlamlıq böhranının miqyasını göstərir. Bütün bunların kökündə isə müəllifə görə çox sadə bir ziddiyyət durur. Müasir həyat tərzimiz, bədənimizin min illərdə alışdığı təbii nizamla, biologiyamızla sanki bir döyüş içindədir. Yaxşı, problemi anladıq. Bəs həll yolu nədir? Kitab bizi çox maraqlı bir istiqamətə yönəldir. Bədənin özünün unudulmuş müdrikliyinə. Gəlin görək bu nə deməkdir. Baxın, bu sitat hər şeyi dəyişir. Bizə həmişə mikroblarla mübarizə aparmaq öyrədilib, elə deyilmi? Amma kitab deyir ki, yox, onlar düşmən deyil. Əksinə, mikroblar olmasa həyatın özü dayanar. Onlar bədənimizin təmizlik işçiləri, qoruyucularıdır və biz onlarla müharibə aparmaqla əslində özümüzə zərər veririk. Bu isə daha da heyrətamizdir. Qızdırma, burun tutulması, səpgilər, biz bunları problem kimi görürük. Kitab isə deyir ki, bunlar problem deyil, bunlar həll yoludur. Bədən bu yolla özünü sağaltmağa, tarazlığı bərpa etməyə çalışır. Biz isə dərmanlarla bu prosesin qarşısını alırıq. Təsəvvür edirsiniz. Və bədənimizin bunu necə bacardığını göstərmək üçün kitab immun sistemini xatırladır. Bu sadəcə bir sistem deyil, çox ağıllı, çox pilləli bir müdafiə qalası kimidir. Birinci baryerlər var, sonra daxili hücum qüvvələri və ən əsası yaddaş. Sistem təhlükəni xatırlayır və gələn dəfə daha güclü olur. Necə də mükəmməl deyilmi? İmmuniteti güclü saxlayan əsas amillərdən biri də təbii ki, qidadır. Və bu, bizi kitabın ürəyinə gətirir. Bizi sağaldan qidalar və bizi zəhərləyən qidalar. Və baxın bu iddiaya. Bəlkə də kitabın ən şok edici cümlələrindən biridir. Margarin və plastik arasında cəmi bir molekul fərq var. Yəni, kitab demək istəyir ki, biz qida adı altında bədənimizin tanıya bilmədiyi, həzm edə bilmədiyi sintetik bir maddə yeyirik. Bu cədvəl hər şeyi çox aydın göstərir. Sol tərəfdə bədəni yoran, zəhərləyən müasir qidalar var, sağ tərəfdə isə ona şəfa verən təbii alternativlər. Mesaj çox aydındır, təbii olana qayıtmaq lazımdır. Çünki bədənimiz yalnız onu tanıyır. Təbiətin müdrikliyinə ən gözəl nümunələrdən biri kimi xurma göstərilir. Təsəvvür edin, kitab iddia edir ki, insan uzun müddət təkcə xurma ilə yaşaya bilər. Və ən maraqlısı, onu yumadan yeməyi tövsiyə edir. Çünki qabığındakı o mikroblar bağırsaqlarımız üçün bir növ peyvənd rolunu oynayır. Sanki təbiət hər şeyi bizim üçün düşünüb. Amma məsələ təkcə qidalanmaqla bitmir. Kitaba görə həqiqi təbabət bir həyat tərzidir. Bura sadəcə pəhriz yox, həm də müəyyən vərdişlər və hətta mənəvi bir baxış da daxildir. Baxın, burada nələr var? Oruculuq. Bədənin özünü təmizləməsi üçün mükəmməl bir vasitə kimi təqdim edilir. Səbr, bəzən ən yaxşı müalicə heç nə etməməkdir. Dua, hüceyrələrin mənəvi nizamı və zərərdən qaçmaq. Məsələn, kitab iddia edir ki, günəş kremi əslində dərimizin təbii qorunma mexanizmini pozaraq xərçəngə səbəb ola bilər. Yəni görürsünüz, şəfa bütöv bir yanaşmadır, həm fiziki, həm mənəvi. Və tam bu nöqtədə kitab mövzunu tamamilə başqa bir səviyyəyə qaldırır. Söhbət artıq fərdi sağlamlıqdan çıxır, bütün bəşəriyyəti gözləyən daha böyük, daha qlobal təhlükələrə keçir.
Heç düşünmüsünüzmü? Bəlkə də bu qədər texnologiya, bu qədər yenilik sadəcə bizim rahatlığımız üçün deyil, bəlkə də bütün bunlar daha dərin, daha böyük bir nəzarət planının parçasıdır? Kitab məhz bu sualı ortaya atır. Məsələn, GMO'lar, yəni geni dəyişdirilmiş orqanizmlər. Kitab deyir ki, bu sadəcə bir sağlamlıq məsələsi deyil. Bu texnologiya müəyyən bir irqi, bir xalqı hədəf alan bioloji bir silaha çevrilə bilər. Dəhşətli səslənir, deyilmi? Kitab bunu psixotron təsirlər adlandırır. Yəni, dərmanlar, qida qatqıları, musiqi, hətta kompüter oyunları vasitəsilə insanların psixologiyasına təsir etmək. İddiaya görə bütün bunlar bizi fərqində olmadan istənilən istiqamətə yönləndirmək üçün istifadə edilir. Və gələcəyə dair xəbərdarlıq daha da irəli gedir. Nanotexnologiya. Təsəvvür edin, bədənimizə yeridilər kiçik robotlar. Hüceyrələri təmir edir, bizi bəlkə də ölümsüz edir. Amma eyni texnologiya, eyni zamanda bütün beyinləri bir mərkəzi kompüterə bağlayaraq tam zehni nəzarət yarada bilər. Texnologiyanın vəd etdiyi cənnət əslində bir qəfəsə çevrilə bilər. Və kitabın ən cəsarətli iddiası bəlkə də budur. Bütün bu texnoloji möcüzələr, ölümsüzlük, xəstəliklərə son qoymaq, bunlar dini mətnlərdə təsvir edilən Dəccalın, yəni Antixristin möcüzələri ilə birbaşa əlaqələndirilir. Mətndəki peyğəmbərlikdə deyilir ki, o xəstələri sağaldacaq, ölüləri dirildəcək və mən sizin Rəbbinizəm deyəcək. Kitabın demək istədiyi budur. Texnologiyanın təklif etdiyi bu sonsuz həyat və güc əslində bir tərəqqi deyil, böyük bir mənəvi sınaq, bir aldanış ola bilər. Beləliklə, hər şey bu fundamental suala gəlib çıxır. Sağlamlığın və bəşəriyyətin gələcəyi hardadır? Hər şeyi həll edəcəyini vəd edən texnoloji tərəqqidə, yoxsa min illərdir unudulmuş təbiətə və ənənəyə qayıdışda? Həqiqi təbabətin ortaya qoyduğu dünya görüşü bizi məhz bu seçim haqqında dərindən düşünməyə vadar edir.